Hoş gördük herkesi. Artık çoktan müəllim yeni izahlar, yeni izahlar, yeni izahlar. Artık sizinle yeni izahlar gelir. Birisi kanalda olsa bütün mevzu izahları var. Siz de faydalanırsınız ve biz artık yeni izahdan, stüdyo ışıqları filan görürsünüz. Üzündən nurlu düşür. Yani elektron lövhə filan artıq fikirləşirəm ki, o ağ lövhədə olan izahları yavaş-yavaş kanaldan çıxaraq və sizin üçün yeni dadlı izahlar söyləyək. Siz də nə edirsiniz? Təbii ki, kanala abunə olmağı unutmursunuz. Bəyənməyi unutmursunuz. İşıq pulu yazmır, barmağı qanqren eləmir, o like düyməsini basmaq filan. Belə. Keçən dəfə biri də yazmışdı ki, oradan müəllim, şişin motivasiyanı axı like olmalı deyildi. Deməli, sifət. Sifət nə bildirir? Bir açıqlama ilə ilk dəfə olsun bu açıqlama, sifət əşyanın əlamətini və keyfiyyətini bilir. Düzdürmü? Deməli, burada əslində yazıram, əlamət və keyfiyyət bildirmək. Əlamət və keyfiyyət bildirmək. Düzdürmü? Sifətin əsas funksiyası budur. Keyfiyyət bildirmək. Əlamət bildirən sifətləri biz belə dedik, bunu gözlə müəyyən edə bilirik. Yəni, buradan belə yazıram. Görürük. Aydındır mı? Keyfiyyət bildirənləri isə biz nə edirik? Hiss edirik. Yadınıza qalsın, hiss edirik. Çəkiliş gedir deyə o demək deyil, siz sual verəməzsiniz. Rahat olun. Yəni, onun məsələsi müdaxilə. O da bilmirlər, sizi tanımırlar. Məsələn, görürük, nəyi görürük? Məsələn, formasını görürük, görürük. Rəngini görürük, görürük. Aydındır mı? Məsələn, nurani, qoca və s. və ilə. Amma hiss etdiyimiz nədir? Mehriban və yaxud dadla bağlı şeylər. Məsələn, turş, bəli, şirin. Sən qəşən turş alça olaydı belə, alça necə duz nazı adlanır. Eləmi? Sifətin də sualları nədir? Necə, nə cür, hansı? Baxın, əgər sifətlə bağlı iş aparırsa, çaşmaq istəmirsinizsə, bu necə, nədir sualdan işiniz olmaz. Əsas sizə kömək edici sual nədir? Hansı sualı? İndi bura baxın. Mən bura yazdım ki, əlamət və keyfiyyət bildirən sifətlər. Yadda saxlayın, belə bir kəskin sərhəd yoxdur. Biz kontekst daxilindən çıxış eləməliyik. Ümumiyyətlə, hər bölmədə deyirəm ki, məsələn, sənin qabağına mətn verilibsə, cümlə verilibsə, deməli, səni harasa ilişdirmək istəyirlər. Ola bilər ki, kontekst daxilində, məsələn, sənin adətin əlamət bildirən söz kimi tanıdığın sifət keyfiyyət bildirsin. Və yaxud deyirəm ki, məsələn, bir nümunə yazıram. Yazıram ki, Nəcibə gözəl insandır. Düzdürmü? Əgər mən Nəcibənin xarici görünüşünü nəzərdə tuturamsa, bu nə olur? Əlamət. Düzdürmü? Yox, əgər xarakter nəzərdə tuturamsa, bu nə olur? Keyfiyyət. Aydındır mı? Keyfiyyət. Və yaxud da deyirsən ki, ağır oğlan. Ağır oğlan. Əgər çəkisi nəzərdə tuturamsa, deməli, bu nədir? Əlamət. Yox, əgər xarakter nəzərdə tuturamsa, bu nədir? Keyfiyyət. Deməli, buradan öyrənirəm ki, bəzi sifətlər kontekst daxilində əlamət və keyfiyyət bildirə bilər. Yəni, nə eləməliyəm, sarı qız? Mənaya baxmalıyam. Çünki qrammatikada hər bir şey mənadan sonra gəlir. Əsas nədir? Mənadır, məna. Mesela bizdə hər ilmi imtihanında mənalı işlər görürlər. Davam eləyək. Davam eləyək. Deməli, sifətdə bəzi məsələləri sizə deyim. Bu sifət düzəldən şəkilləri yəqin bilirik. Yadda saxlayın, sifət düzəldən şəkillərin çoxsu isim düzəldən şəkillərini amonim təşkil edir. Amonimmiş. Məsələn, ən məşhur şəkilçi L-4 variant. Biz bunu öyrəşmişik nədə görək? Sifət düzəldən sözlərə, düzdür? Məsələn, baxın, dadlı. İsimlərə, adlara qoşulur, nə düzəldir? Sifət düzəldir. Yağlı. Hətta bəzi məqamlarda, məsələn, əlamətin çoxluğunu da bildirə bilər. Yağlı yemək deyənə nə demək istəyirik biz? Çox yağ olan yemək. Və yaxud bəzi məqamlarda isə, məsələn, L şəkilsinə sifət düzəldirik, heç bir şey dəyişmir. Yəni, orada olmasa da ola bilər. Məsələn, baxın bura, bahalı. Yəni, bahalıda L ola da bilər, olmaya da bilər. Məna dəyişmir. Ha baha paltar, ha bahalı paltar. Kim çatdı? Belə məqamlarda ola bilər. Sonra, bunun antonim şəkilçisi nədir? Sız. Düzdür? Məsələn, dadsız. Biz dadlı, dadsızı antonim götürürük. Xeyr. Niyə? Kökləri eynidir. Tamam, amma bu şəkilçilərin bir-birinə münasibəti nədir? Antonimdir. Bəzən elə məqamlar ola bilir ki, sözdə L şəkilçisini və sız şəkilçisini olması heç nəyi dəyişmir. Yenə eyni məna verir. Məsələn, bu sözə fikir verin. Yuxulu sözü ilə yuxusuz sözü eyni məna verir. Görürsünüz? Yəni, belə vəziyyətlər dilçilikdə mümkündür. L şəkilçisinə biz nə düzəldə bilərik? İsim düzəldə bilərik. Məsələn, məktəbli, bəli, kəndli. İndi, baxın bura. Bax, qrammatikada maraqlı məqam nədir? Qrammatikada maraqlı məqam odur ki,
Bəzən bizi vururlar da. Yəni biz öyrəşmişik ki, məktəbli sözü nə görə? Sifət, isim bilirik. Düzdür? Elə situasiya yarana bilər ki, səni çaşdırar. Məsələn, Nəcibə kimi həmişə ortadan sonra oxuyuruq, əvvəl oxumur. Aram deyəcək bir-birinə. Məsələn, deyirsən ki, baxın, məktəbli. Məsələn, bax, bu situasiyaları yazıram sizin üçün. Deyək ki, o məktəblidir olsa, bu nədir? İsimdir, əla. Bu isimdir, problem yox. Yazıram buradan isim. Bax da, yazsam bura hətta məktəbli qız, bu nə olur? Bəli, bu yenə də isimdir. Hətta sifətin sualına cavab versə belə, buna biz nə deyirik? İsimləşmə deyirik. Düzdür? Bir də məsələn, belə bir cümlə qururam. Deyirəm ki, elə kəndlər var, məktəblidir, elə kəndlər var, məktəbsiz. Ay, sağ ol. Deməli, heç də harada məktəbli sözünü görsəm, direkt gedib onu isim götürmüyor, ehtiyatlı olun ki, bizim arxayın olduğumuz yerdən vururlar. Bu həyatda da belədir də. Kimdən bizə ziyan gəlir? Güvəndiyimiz adamlardan. Aydındır. Burada bir dənə belə ailəli, siz getməli. Hə, sonra, amma sızla mümkün deyil. Sız anda sifət düzəldər. Yəni, isim düzəldə bilməz. Lıq şəkilçisi. Lıq üstü 4 variant. Biz bu şəkilçini daha çox tanıyırıq isim düzəldən şəkilçi kimi. Düzdür, amma lıq sifətə düzəldə bilər. Məsələn, baxın buraya, qurbanlıq. Qurbanlıq. Hə, olar, bəli, dağlıq, illik. Dağlıq, illik və s. və ilə. Bəli, bunlar da nə ola bilər? Aydındır. Sifətdir, elə bir sifətdən sifət keçilir. Sifətdir. Hə, yallarla da şey düzələ bilər. Sonra, bu şəkilçilər vardı, yazıda gəlir, keçən ömsə demişik. Bax, bu ÖG 4 variantdır, ƏG 2 variantdır, sonra qın 4 variantdır. Bax, bunlar həm isim, həm sifət düzəldə bilər. Məsələn, nümunələrlə gəlin çıxış eləyək. Məsələn, kəsik sözü nədir? Kəsik sözü sifətdir, düzdür? Qısa yazıram. Kəsik sözü sifətdir. Amma məsələn, ığına bir dənə şey düzəldək. Deyək ki, qolumda çıxıq var, tibbi məsələdə. Bu nədir? İsimdir. Əla. ƏG 2 variant. Məsələn, qorxaq sözü nədir? Əla, sifətdir. Bəli, yataq sözü? Bəli, yataq sözü isə isimdir. Və görürsünüz. Sonra, qın 4 variant. Məsələn, kəskin sözü nədir? Sifətdir, amma daşqın sözü, qaçqın sözü nədir? Qaçqın sözü nədir? Bəli, isimdir. Camal mənim gəlmir belə, hə? Qaçqın sözünü görüm yadıma düşdü. Camal Kərimov buradan salamlar. Hə. Daha sonra çox daha belə şəkilçilər. Yadda saxlayın. Məsələn, adicə bu muamel şəkilçisi var. Və bu da sifətə düzəlir, isim də düzəldir. Məsələn, deyirsən ki, hörmət saç. Hörmət saçda bu nədir? Sifətdir. Amma desəm ki, muamə ilə məsələn, vurma, bölmə, bəli, vurma, bölmə, qavırma. Aha, o nədir? İsim. Yadda qalar, yenə deyəm, kontekstdən biraz ehtiyatlı olun, çünki sabah sizi çaşdıra bilərlər. Maksimum şəkildə ehtiyatlı olmaq lazımdır. Sifət və isim düzəldən şəkildən çoxu bir-birinə oxşur. Yəni, həm sifət düzəldə bilir, həm isim düzəldə bilir. Yadda qalar, bunları qeyd edin. Çox maraqlı bir şəkilçi var, onlar haqqında sizə danışacağım. Laq ancaq isim düzəldir. Lıq? Laq. Laq, hə. Çatlaq sözü. Yox, elə şey yoxdur. İsimdə o da, çat olan yer demək. Deməli, sifətdə bəzi maraqlı şəkilçilərdən danışırıq, davam edirik. Deməli, 2-4 variant. Bu 2-4 variant əgər kökdən sonra qoşulursa söz sifət. Məsələn, indiki, həminki, görürsünüz, həminki. Baxın, kök və şəkilçi var. Başqa bir şey yoxdur ki orada. Yox, əgər bu 2-4 variant kök, qrammatik sonra gəlibsə, onda bu söz isimdir. Bəli, məsələn, bizimki. Məsələn, özümüzünki. 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 Və yaxud atamki. Və s. və ilə. Sən istəsən onun qabağında əşya işlədə bilmirsən. Məsələn, həminki hadisə deyə bilirsən, amma bunların qabağında əşya işlədə bilmirsən. İndiki, həminki, bizimki, özümüzünki, atamki. Xəttim idealdır, fərqindəyəm. Bir də görsən, bir aşağıdan yazacaq ki, şeydir. Ay müəllim, o xəttici düzəldi. Olmur, mümkün deyil. Xəttimi düzəlsəm, onda siz sifətin izahına görə 2 saata baxarsınız. Sonra, dakı, bizim əsl adamımız budur. Çünki dakidəki dünya dağılsa da yalnız sifət düzəldir. Evdəki, başqa bir forması olmur. Sadəcə, bu 2 ilə dakı ilə düzələn sifətlər, bax, yadda sağlayın, 2 ilə dakı ilə düzələn sifətlərin bir özəlliyi də var. Nədir? Bunlar bir, yalnız və yalnız hansı sualına cavab verir? Yalnız hansı sual? Necə, nə cür cavab verir? Aydındır. Və 2 ilə dakı ilə düzələn sifətlər yalnız və yalnız adi dərəcədə olur. Adi dərəcədə olur.
Aydındır. Deməli, testdə sizə düşsə ki, hansı sifətin sualı digərlərindən fərqlənir? Birinci, kö ilə daşıyıcılan sifətlərdən söhbət gedir. Çünki onlar necə nəcə cavab vermirlər. Ancaq hansı sualına cavab verirlər. Və ya bu testdə sizə düşsə ki, bütün sifətlər necə, nə cür, hansı suallarına birinə cavab verir? Yenə də bu səhv fikirdir, çünki bu ona imkan verir. Və nəhayət, xalqımızın qarışdırdığı ən məşhur şəkilçilərdən biri. Bu yazılar yaxşı görünür. Yəni, su işıqları qəşəng effekt verir. Üzüm nurludur. Demirlər ki, mənim siz həmişə üzünüz nurludur. Bu IV şəkilçisi. Baxın müəllimlər, bir var I4, bir də var IV şəkilçisi. Bəzən, məsələn, xalqımız bunu qarışdırır. Məsələn, deyək ki, nümunəni buradan yazıram. Bir yazıram bənövşəyi sözünü. Bənövşəyi sözünü. Bax, burada da gördüyünüz I var. Bir də yazıram buraya elmi sözünü. Xalq çaşır. Bax, diqqət edin, ha. Bunlar testdə, imtihana hər yerə düşür. Yadda saxlayın. Əgər söz əlamət bildirən sözdürsə, I4 variant. Əlamət. Baxın bura, qızılı, gümüşü, görürsünüz? Ay, nə bilim, innabı və s. və ilə axır. Amma yox, söz keyfiyyət bildirirsə, İV'dir. Məsələn, elmi, tarixi, ədəbi və s. və ilə axır. Bax, bunlardakı I4 variant deyil. Deməli, nədir? Hə. Deməli, nə öyrənirəm? Deməli, bu, məsələn, ədəbi sözündəki I ilə bənövşədəki söz, I eyni şəkilçi deyil. Aydındır. Yadımıza qalar. Hə? Əgər əlamət bildirən sözsə, görə bildiyim bir şeydirsə, o I4 variant. Yox, keyfiyyətdirsə, İV'dir. Üstəcə, İV şəkilçisi yadda saxlayın, alınma sözlərdə olur. İndi siz alınma milli sözlər məsələsi qrammatikadan çıxarılıb deyə, o qədər danışa bilmirik də biz, aydındır. Sadəcə bunu bilin. Əlamət bildirən sözlərdirsə, rəng bildirən, forma bildirən, ölçü bildirən sözlərdirsə, bu Ö4 variant. Yox, bunlar deyilsə, İV'dir. Aydındır. Deməli, nə öyrəndim, Aytənlər? Öyrəndim ki, bu şəkilçi bu şəkilçi heç də eyni şəkilçi deyilmiş. Bir də, o yazıza gəlirsə, bu sözləri sizə demişdim, ha, kimin yadındadır? Məsələn, titrək sözü ilə böyük sözündəki, ay, sağ ol, aha, söz yarazığına geri gəlmişə bunun izahı var. Bax, bu ikilər eyni deyil. Titrək sözündəki ki, ağ, ək 2 variantındır. Bu isə Ö4 variantı. Hardan bilirdim? Sadəcə, bəli, son sayta baxıram. Əgər son sayt açıqdırsa, deməli, ağəkdir, yox, son sayt qapalıdırsa, deməli, Ö, ilk, bu, üçdür. Aydındır. Bunları da yazın. Allah Allah. Şəklini çəkə bilərsiniz, video çəkə bilərsiniz. Biraz necə istəyir. Neçə dəqiqədir? 13? Nə? Davam eləyək. Yeni bir şeyler öğrenebildiği burada. Devam edelim. Deməli, sifətin dərəcələri. Sifətin dərəcələri. Sifətin dərəcələri. Sifətin dərəcələri əlaməti və keyfiyyətin daha çox və daha az olması üçün. Yenə deyirəm, dərəcə əlaməti ancaq sifətə aiddir və sifətin yeganə xüsusiyyətidir ki, dünya dağılsa sifət onu itirmir. Yəni, sifət əgər isimləşibsə, sualını itirə bilir, təyin olma qabiliyyətini itirə bilir, əşyaya aid olma qabiliyyətini itirə bilir, bir dənə bunu itirmir. Yəni, bu sifətin olmazsa olmazıdır. Hara gitsə özündən aparır. Aydındır. Yəni, sabah testə düşsə ki, sifət isimləşərkən bütün xüsusiyyətlərini itirir fikri, səhv fikirdir. Çünki nəyi saxlayacaq? Dərəcə əlamətini saxlayacaq. Nəyi itirəcək? Sualını, təyin olma qabiliyyətini, əşyaya aid olma qabiliyyətini. Bu üçünü itirəcək. Aydındır, yadınızda qalar. Aha. Sifətin də 3 dərəcəsi var. Adi dərəcə, azaltma, çoxaltma dərəcəsi. Adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Bizə deyir ki, bunlar 2 yolla formalaşır. Morfoloji və sintaktik yol. Morfoloji yol məsələsi, burada söhbət gedir şeydən, şəkilçilərdən. Və bu hər dilçilikdən mübahisəlidir ki, bunlar leksik və qrammatikdir, amma dil bunu qrammatik götürür. Biz də hələ ki bunu qrammatik götürüyor, amma mübahisəli məsələlər də imtahanat, testologiya salınmamalıdır. Bizdə də imtahanlar tam şəffaf olur, tam ideal olur deyə, amma rahat olun. Yəni, bunlar sizə düşməyəcək. Bizdə imtahanlarda problem olmur. Heç görmürsünüz bizdə MİQ imtahana, sertifikasiya imtahana problem olsun. Görmürsünüz elə şey. Yox, mən də görməmişim. Aha. Məsələn, buradan götürür, deyək ki, sarı sözünü,
Sarı sözünü şey eləyək. Deməli, azaltmada nə olur? Sarımtı. Çoxaltmada nə olur? Sapsarı. Morfoloji yolda, bax, morfoloji yolda. Çoxaltmada bizə M, P, R, S samitləri kömək eləyir. Çoxaltmada M, P, R, S. Məsələn, sapsarı, düzdür? Yaşılda nə tə olur? Baxın, yam yaşıl. Gördünüz mü? Yam yaşıl. Bax, fikir verin, bu hecaba, bu hissə, bu samit M-ya dönür, yaş olur nə? Yam düşür bunun qabağına. Sar olub nə? Sap düşüb bunun qabağına. İndi fikir verin burada. Bax, dümdüz sözünə baxın. Dümdüz. Sözündə bu baş verib də, düzdür? Hə? Şöyle. Z dönüb nəyə? M-ya dönüb düşüb bunun qabağına. Deməli, bu hansı yolla formalaşır? Morfoloji. Amma dümaq sözünə baxın. Həmən proses baş verməyib. Görürsünüz? Deməli, bu sintaktik yoldur. Hə. Sapsarı köşəsi arasında. Bayaqdan erməni mollasına söyləyirəm. Dedim axı, bu mübahisəlidir, amma deyim ona qrammatik deyil. Sən belə eləyərsən. Nə təklif edirsən ki? Təzə qrammatik şəkilçi kəşf edir. Eləməyin də, bax, xalqın burada fikrini yayındırmaya. Mən aqil müəllim olaraq bu şəkilçinin leksik olmasına bağlı kifayət qədər versiya irəli sürə bilərəm. Qrammatik olmasına bağlı kifayət qədər versiya irəli sürə bilərəm. Amma bizə lazım deyil. Aydındır mı? Müqəddəs yaddaşınızı belə şeylərlə doldurmayın. Aydındır. Bizim dilçilik institutu hələ məşğuldur. 3 ildir dovşan sözünün tələffüzünü axtarırlar. Dovşan sözünün tələffüzünü tapandan sonra bu məsələlərə də keçəcəklər. Aydındır. Orada vardı ha. Yəni orada vardı. Bax, və gəldik sintaktik yol. Sintaktik yol nə ilə var? Nədir? Sintaktik yol sözlər vasitəsindən, sözlər əlavə etməklə. Müəllimlər, belə bir şey deyim də, bu dərəcə məsələsi nisbi məsələdir. Bu dəqiq məsələ deyil. Məsələn, sifət ola bilər ki, heç dərəcə qəbul eləməsin, bayaq dedik. Sifət ola bilər ki, ancaq sintaktik olan dərəcəsi düzəlsin. Məsələn, gözəl söz. Gözəl deməyəsən. Aydındır. Sifət ola bilər ki, hər iki yolla düzəlsin. Yəni, illah ki, bütün sifətlərin dərəcəsi 2 yolla düzəlməlidir sona. Belə bir şey yoxdur. Aydındır. Sarı sözünü eləyə bilərik. Məsələn, az sarı, sintaktik yolda bizə hansı sözlər kömək edir? Az, təhət, kəm, ala, açıq və s. və ilə axır. Düzdür? Məsələn, birini götürək yazaq da burada ki, az sarı. Az sarı. Çoxaltmada bizə nə kömək eləyər? Burada tünd, düzdür? Ən, la, olduqca, sonra çox və bu sözlər bizə kömək eləyər. Düm, zil, dümdə bir dənə burada ehtiyatlı olun, morfolojidir, qalan düm harada görsə sintaktik. Bu belə. İndi burada məsələ nədir müəllimlər? Məsələn, biz sifətin dərəcələri ilə bağlı danışırıq. Birinci yadda saxlamaq lazımdır ki, verilmiş söz sifətə gərək qoşulsun ki, mən dərəcədən danışım. Aydındır. Məsələn, buradan belə bir şey izah eləmdə. Deyirəm ki, kəmşirin, düzdür? Kəmşirin azaltma dərəcəsidir. Niyə? Çünki şirin sifətdir. Sifətin azaltma dərəcəsi ola bilər. İndi mən burada deyək ki, yazıram ki, kəm savad. Savad isimdə axı, sifət deyil. Sifətin ismin dərəcəsi var. Deməli, nə öyrənirəm? Bunu öyrənirəm ki, bu olur azaltma dərəcəli sifət. Düzdür? Bu nə olur? Adi dərəcəli sifət. Aydındır? Yəni, savad isimli kəm savad döndü oldu sifət, amma adi. Bu şeylərdən biraz ehtiyatlı olun. Sonra, məsələn, baxın bura. Biz deyirik ki, ala sözü azaltma dərəcəsi düzəldir, açıq sözü azaltma dərəcəsi düzəldir. Ehtiyatlı olun. Məsələn, sizi hara çaşdıra bilərlər. İmkan varsa elə buradan yazın da bu şeylə itməsin. Məsələn, baxın, açıq sözünə baxın. Bax, deyirəm ki, açıq qara. Bax, fikir verin, açıq qara. Bəli, tünd qara yox, açıq qara. Qaranın açığı ola bilər. Gəlin, məntiqlə fikirləşək görək. Açıq aydın sözü, aydın da sözdə sifətdir. Bir şey aydındırsa, necə açıq ola bilər? Yəni, aydınlığın açığı ola bilər sizcə? Deməli, bu sadəcə mürəkkəb sifətli və sadəcə A dərəcədədir. Hətta diqqət eləsək görərik ki, hələ o belə çoxaltma mənasını verir. Açıq aydın. Mənaya baxın. Bu eyni şey aiddir həm də açıq-aşkar sözünə. Aydındır? Açıq-aşkar sözünə. Deməli, heç də mən açıq sözünü gördüm, sifətlə işlənib gördüm, gedib onu şey götürməyim, azaltma dərəcəsi götürməyim. Axı, məna düz gəlmir. Elə bir dizik, məna düz gəlmir. Və yaxud da, ala-bula. Bula deyə bir sifət var tərəfdə. Yoxdur ki, deməli, bu da azaltma dərəcəsi deyil.
Nə olursa olsun, yenə deyirəm, qrammatik qaydalarını kürəyinizi çox söykəməyin. Nə olursa olsun, məna vacib elementdir. Məna. Aydındır? Həla. Bunları bildik, bunları bildik. Necə? Alabula isimdir mi? Sifətdir, mürəkkəb sifətdir, ad dərəcədədir. Cümlədə işlədin, nə işlətdiniz? Nə təklif edirsən? Orada I you see two words. O alabula sözü mənası olmuyor. Hə. Deməli, hətta görürsünüz, mənasızlar da bizə lazım olur. Hə. Necə? Bəs mən nə deyirəm bir saatdır burada? Qara, açıq qara. Azaldıqda qaranın asıl. Sonra, qulaq asın. Bu nə bildik? Sifətin dərəcələri nə bildik? Gəldi sifətin cümlədəki roluna. Sifətin əsas cümlədəki rolu nədir? Təyin olmaqdır. Sifətin əsas rolu nədir? Təyin olmaq. Deməli, təyin olmaq. Təyində sualları nədir? Elə sifətin öz sualı, necə, nə cür, hansı? Amma bu o demək deyil ki, mən cümləni təyin eləməyim. Gedim elə cümlədə necə, nə cür, hansı sualını görüb, onu oradan təyin götürüm. Məsələn, deyək ki, sabahları Nərmini çaşdırmaq istəyirlər. Məsələn, adi standart cümlədə Nərmin bunu öyrəşir. Deyirik ki, məsələn, kiçik qapı açıldı. Qapı açıldı. Ne etdi? Açıldı. Nə? Qapı, hansı qapı? Kiçik qapı. Sifətli və təyin. Düzdür? Sual da verelim. Hansı qapı? Əla. Sifətin sualı da ödədi. İndi Nərmini çaşdırmaq lazım. Axı, mən biləm axı. Nərmin sualı verəcək və hansı sualı verdi? Əşyaya aid olduğunu da gördü. Götürdü onu təyin. Neyniyim? Necə eləm Nərmini ilişdirim? Başlayıram onun qabağına fərqli situasiya çıxartmağa. Amma Nərmin ağlı şagirdi. Bilir ki, dünya dağılar. Fe'li birləşmənin qabağına təyin olmaz. Məsələn, bu cümlə fərqli formada verir. Yazıram ki, kiçik qapı açılanda Zöhrəni gördük. Deməli, nə olursa olsun, əziz müdavimlər, yadda saxlayın, hörmətli müdavimlər, o bəzi şeylərdə olur, müdavimlər olduğunu sübut eləməkdir. Neçə nəfərdir burada? Əziz 20 neçə müdavim. Yəni, burada çox adam var. Hə, bizim qruplarımız da olub filan. Nəsə, qulaq alsın. Nə olursa olsun, baxın, bunu qulağın sırğa edin. Əgər sənə verilən şərt cümlə formasında verilibsə, cavablar, deməli, bunu qulağın sırğa edin ki, iki dünya dağılar. Mən onun birinci sintaqı təhlil eləməliyəm. Deməli, səni orada ilişdirmək istəyir. Kim çatdı? Yoxsa elə, belə deyir, sonra boşluqda kiçik sözünü verər, düzdür, sifəti göstərir, sən də A bəyəni götürüb gedərsən o yana da. Deməli, bunu sənə cümlədə veribsə, deməli, sən orada ilişdirmək istəyir. Nə eləməlisən? Sənə bunu özə prioritet məsələ qoymalısan ki, dünya, dağlar, mən cümləni təhlil edəcəm. Cümləni təhlil edirsən ki, nə etdik? Gördük kimi? Zöhrəni. Nə zaman? Kiçik qapı açılanda. Kiçik niyə təyin götürmədik? Çünki Adil müəllim dedi ki, dünya, dağlar, fe'li birləşmənin qabağında təyin olur. Olmur. Burada olur. İsmi birləşmənin qabağında ola bilər, ha? Fe'li birləşmənin qabağında təyin olmaz. Və yaxud o kiçik sözünü sənə ismi birləşmənin içində verə bilər. Məsələn, bu formada. Evin kiçik qapısı. Hamı da bilir ki, üçüncü növ parçalanmır. Baxın, təyin edici ifadə var, var, təyin yox. Yəni, sifət öz sualındadır, sifət təyin edici funksiyasındadır, amma təyin deyil. Niyə? Çünki təyin götürəmir. Amma sifət var deyəndə götürülür. Kiçik sözü başqa nə olar? Sifət. Sonra, bir də bu sifətin zərfinin ortaqlığı var. Yəqin bunu da bilirsiniz. Düzdür? Məsələn, biz belə bir şey deyirik ki, qaydanı belə demişik ki, məsələn, cümləni yazıram. Yaxşı adam yaxşı danışar. Yaxşı danışar. Düzdür? Deyirik ki, məsələn, əşyaya aidsə bu söz nədir? Sifət. Yox, hərəkətə aidsə bu söz nədir? Zərf. Əla. Bu konkret məsələdir. Bu sifətlərin zərfinin ortaqlığının çoxsuna aid. Amma. Məsələn, deyək ki, yazılıb ki, adı nədir? Şəlalə. Yazılıb ki, şəlalə qırmızı geyinib. Qırmızı geyinib. Aha, xalq neynir? Xalq baxır ki, yes, bax, zərflikdir ha bu. Nə tərzdə geyinib? Amma bu, harfırasan yenə sifətdir. Çünki şəlalə bilir ki, rəng bildirən söz dünya dağla zərf olmaz. Zərf rəng bildirə bilməz. Aydındır? Zərf rəng bildirə bilməz. Bu sifətdir.
Cümlədə zərflikdir. O cümlə üzvü olaraq başqa bir şey. Deyil. Sifət. Aydındır. Yəni burada konkret bunu bilin ki, yəni rəng bildirən söz zərf olmaz. Zərf necə rəng bildirsə? Hərəkətin rəngi olur. Hərəkətin necəliyi olar, tərzi olar, rəngi olmaz. Hə. Zərflik də o, yoxsa fərqli. Bu nəyin işarəsidir səhvdə? Hə, gör. Belə. Hə. İndi sifətlə bağlı kimin sualı var versin. Mən elə biləm ki, hər bir şey izah elədim. Hər bir şey istəsəm izah eləməliyim, nəsə çox şey. Nəyin yazılır? Dərəcələrin yazılır. Ala defislə yazılır. Elə deyin ki, yadda qalmasın. Ala, tün, açıq. Bunlar defislə olur. Necə deyim o, nətərdir? Defislə. Aha. Aydındır. Sonra dümdür, təhərdir, kəmdir. Bunlar da bitişik yazılır. Yəni kitabdakı nümunəni demək istəmirəm də mən istəyirəm bir yaradıcı bir şey öyrədim, maraqlı olsun. Kitabı eynən bura daşısam adım olar kitab mənimdə. Oy, mənim müdavimlərim mənə nətəli inanırlar. Oy, ay. Nəsə, belə. Nəsə, ağırlı-acılı bir izahımızın sonuna gəlib. Bundan sonra sizin reaksiyalarınız bizi növbəti videolara ruhlandırır. Fikirlərinizi bizlə bölüşə bilərsiniz, bəyənə bilərsiniz, bəyənmirsə bəyənməyə bilərsiniz, məcburidir. Sizin bəyənmələriniz, rəy bildirmələriniz vallahi bizə milyonzat gətirmir, əmin olun. Sadəcə olaraq daha çox adamın qarşısına çıxa bilirik, daha çox adama faydamız toxunur, savab qazanırıq və bu savabdan sizlərə də pay düşür. Savab qazanmağa davam edək. Hələlik növbəti videolarda görüşürüz.